Salam, xoş gördük sizi. Əziz müdavimlər, MİQ imtahana hazırlaşan müəllimlər və 3-cü qrupun blok imtahanına hazırlaşan müdavimlər, hər birinizə uğurlar arzu edirəm və hər iki imtahanda düşən Hekayət Misyo Jordan Həkimi Nəbatət və Dərviş Məstəli Şah Cadigünü məşhur əsərinin məzmunu, əsas qeydlər və hadisələrin ardıcıllığına bugün baxacağıq. Deməli, hadisələr 1263-cü ildə Novruzdan bir gün keçmiş baş verir. Bu hicri tarixidir, hicri. Bu miladi tarixi ilə düşür, yəni bizim hesablamamızla düşür 1847-48-ci illər. Və Novruzdan bir gün keçmiş baş verir. Bu Novruzdan 3 gün keçmiş də o biri əsərdə Aldanmış Kəvakib. Orada hadisələr Novruzdan 3 gün keçmişdi. Burada isə 1 gün keçmiş. Əsər deməli 4 məclisdən ibarətdir. Və bu əsərin birinci məclisi Şərəfnisənin evdə qızın, yəni Hətəmxan ağanın qızı Şərəfnisənin ağlaması ilə başlayır. Gülçöhrə bacısından ağlamasının səbəbini soruşur. Balaca bacısıdır Gülçöhrə. Şərəfnisə Gülçöhrəni itələdiyi üçün o anasını çağırır. İlk olaraq Şəhrəbanın dilindən nə eşidirik biz? Eşidirik ki, 20 gün sonra toy olacaq. Deyir ki, hətta Sırağa gün aşnası Zərdablı Qurban bəyə kağız yazırdı ki, atan Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. Bunu Şəhrəbanı xanımın dilindən eşidirik. Və deyir ki, elə bir toy olacaq ki, bütün Qarabağa səs salacaq. Şəhrəbanın nitqindən eyni zamanda Hətəmxan ağanın aşnası Zərdablı Qurban bəyə kağız yazdığı, bəli, bunu əvvəl bayaqlarım qeyd elədim və Şamaxı cəngilərinin toya gətirilməsi xəbərini də buradan biz eşidirik. Daha sonra Şahbaz bəyin getmə səbəbi ilk olaraq Şərəfnisənin nitqindən bəlli olur ki, 10 gün sonra. Deməli, bunu Şərəfnisənin nitqindən biz görürük. Şəhrəbanı Şərəfnisəyə təəccüblə 3 dənə sual verir. 3 sual. Nə idi? Kim dedi? Hara gedir? Kiminlə gedir? Bu kurikulumda belə bir var, belə bir iş üsulu var. Lap ona oxşadı bu. Aha, deməli, Şəhrəbanı Şərəfnisəyə təəccüblə sual verir ki, kim dedi? Hara gedir? Kiminlə gedir? Şərəfnisə bu sualların cavabını belə verir. Özü, nə bilim, Firəngəmi, Parisəmi, qonağımız Misyo Jordan ilə. Şərəfnisə bu suallara belə bir cavab verir. Şərəfnisəyə görə atası Şahbaz bəyə icazə verməsə, o gecə atını minib Misyo Jordan ilə arazı keçəcək və gedəcək. Və burada da Şərəfnisə Şahbaz bəyi nə adlandırır? Cahıl uşaq adlandırır. Şəhrəbanı Gülçöhrəni Şahbaz bəyi çağırmağa göndərir ki, yəni bu nə xəbərdir, bir çağır görün bu Şahbaz hara gedir. Şahbaz bəy əmdostusunun suallarına cavab olaraq, gedəndə nə olar ki, deyir, gedərəm də qaydaram da Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən sovqat da gətirərəm. Şəhrəbanı xanım isə Şahbaz bəyə öz başına olmadığını, atası yerində böyük olduğunu xatırladır. Yəni, buradan da biz görürük ki, Hətəmxan ağa onu böyüdüb, Şahbazın ata əvəzidir. Şahbaz bəy Misyo Jordanın özünün Hətəmxan ağadan icazə alacağını söyləyir. Şəhrəbanı növbəti cavabında Şahbaz bəyə Misyo Jordana toy tutacağı ilə hədə gəlir və onun Şərəfnisə ilə toyuna 20 gün qaldığını xatırladır. Toyun tarixini ikinci dəfə də yenə deyir. Bayaq da demişdi. Yenə də əvvəlində də demişdi qız ağlayan vaxtı, indi də dedi. Şəhrəbanı Gülçöhrəni atasının dalınca göndərməsi ilə birinci məclis yekunlaşır. Deməli, birinci məclis necə başladı? Birinci məclis başladı Qarabağ vilayətində 1263-cü ildə Novruzdan bir gün keçib və Şəhrəbanı Şərəfnisəyə niyə ağlamağını soruşur. Yəni, bu ağlamaqla başlayır və
Gülçöhrəni atasının dalınca göndərməsi ilə birinci məclis yekunlaşdı. Hətəmxan ağa da damın dalında çobanlarla danışırdı. İkinci məclis necə başlayır? Damın təsviri ilə. Burada kilim, palaz ilə pakizə döşənmiş bir tərəfdə un çuvalları, digər tərəfdə yağ dəriləri, yun məşrəflər düzülmüş. Bax, belə bir remarka verilir və bundan başlayır. Hətəmxan ağa, Şəhrabanu, Şahbaz bəy, Müsyo Jordan əlində lülələnmiş tənbəki yarpaqları ilə oturublar. Şərəfnisə xanım kilim pərdənin dalında gizlənib onları pusur ki, görün bunlar nə danışacaq. Hətəmxan ağa ilk olaraq həkimi sahib deyə Şahbazı Firəngistana aparması ilə bağlı sual verir. Yəni Hətəmxan ağa Müsyo Jordana nə deyir? Həkimi sahib. Müsyo Jordan Şahbazı Firəngə aparmaqla məqsədinin ona Firəng dilini öyrətmək olduğunu bildirir. Yəni fransız dilini. Çünki Şahbaz bəy kimi zirək, sahib zaman oğlanın Firəng dili bilməmək heyifdir. Həm də onun bu dili öyrənməyə şövqü var, yəni həvəsi də var. Hətəmxan ağa ikinci dəfə üzünü Şahbaz bəyə tutaraq ondan Parisə getmək istəyinin doğru olub-olmadığını soruşur. Şahbaz bəy əmisinin rüsxəti, yəni icazəsi olsa gedib qayıtmaq istədiyini bildirir. Əmisi ona nədən ötürü sualını verir. Bayaqda, yəni sualları biz gördük. Şəhrabanu xanımın verdiyi suallar. Nədən ötürü sualını verir bu dəfə Hətəmxan ağa? Şahbaz bəy də ona cavabında Firəng dilini öyrənmək istədiyini bildirir. Yəni fransız dilini öyrənmək istədiyini bildirir. Hətəmxan ağanın cavabından Şahbaz bəyin artıq 4 dil bilməsini biz bilirik. Bunlar hansı dillərdir? Ərəb, fars, türk və rus. Deməli, Şahbaz bəy deməli savadlı oğlandı əslində. Bu 4 dili bilir. Və o Firəng dilini Şahbaz üçün lazımsız bilir. Yəni Hətəmxan ağa deyir ki, bu 4 dili bilirsən, yəni gərək fransız dili də mi ola? Şahbaz bəy əmisinə Firəng dilinin ona çox lazım olduğunu söyləyir. O bildir əmisinin onu Tiflisə arx çıxartmaq üçün göndərdiyi hadisəni xatırlayıb deyir ki, orada Allahverdi bəyin oğlu Tanrıverdi 2 dil, Firəng və türk dillərindən başqa dil bilməməsinə baxmayaraq, kimlə danışır burada? Allahverdi bəyin oğlu Tanrıverdi. Bunu belə yadda saxlayaq. Yəni Allah, Tanrı, hər ikisi yəni burada istifadə olunur. Atanın adı Allahverdidir, oğlun adı Tanrıverdidir. Cəmi də 2 dil bilir bu. Bir Firəngi bilir, bir də türkü bilir. Amma baxmayaraq ki, Şahbaz 4 bilir, amma Tanrıverdi 2 deyir, amma onun hörməti deyir daha çoxdur. Bunu Şahbaz bildirir. Hətəmxan ağa Şahbaz bəyi uşaq adlandıraraq ona ağıl lazım olduğunu, bir dil artıq bilməklə ağılın artmadığını bildirir. Hətəmxan ağa nə deyir Şahbaz bəyə? Deyir, yəni sən uşaqsan, güya bir dil bilməklə ağıl artacaq. Adam gərək hər dil ilə olsa, fil cümlə, fəhim və zamanı əhlin adət və xəvvasına mütaliə olsun, öz işin yoluna aparsın. Yəni, Hətəmxan ağa o qədər də əhəmiyyətli hesab eləmir fransız dilini öyrənməyini. Şahbaz bəy Hətəmxan ağadan Paris əhlin adət və xəvvasından, yəni adət və ənənəsindən necə xəbərdar olduğunu soruşanda, o aşağıdakı müqayisəni aparır. Deməli, Hətəmxan ağa nə deyir? Fransızlarla Azərbaycanlıları müqayisə edir. Deyir ki, biz əlimizə həna qoyuruq, onlar qoymazlar. Biz başımızı qırxırıq, onlar tük qoyarlar. Biz papaqla oturarıq, onlar baş açıq. Biz başmaq giyərik, onlar çəkmə. Biz əlimizlə xörək yeyərik, onlar qaşıqla. Biz aşkara peşkəş alarıq, onlar gizli. Biz hər zada inanarıq, onlar heç zada inanmazlar. Bizim arvadlar ködək libas giyər, onların arvadı uzun libas. Deməli, müqayisəni gördük. Həna qoyarıq, onlar qoymazlar. Biz başımızı qırxırıq, onlar tük qoyarlar. Biz papaqlı oturarıq, onlar baş açıq. Biz başmaq giyərik, onlar çəkmə giyərlər. Biz əlimizlə xörək yeyərik, onlar qaşığı ilə. Biz aşkara peşkəş alarıq, onlar gizli. Biz hər zada inanarıq, onlar heç zada və bizim arvadlar gödək libas giyər, onların arvadı uzun libas. Yəni, bunlar da yadda saxlamaq lazımdır. 2 dəfə təkrar etdim ki, yadınızda qalsın. Müsyo Jordan Şahbaz bəyə Parisdə dil öyrədib onu krallarına
təqdim edəcəyini, burada ona etdikləri yaxşılıqların və zəhmətlərin əvəzinə kraldan bəxşiş, yəni hədiyyə alıb geri göndərəcəyini bildirir. Bu sözləri dediyi nitqdə Qarabağ yaylaqlarında bitən otlar haqqında da danışır. Burada tapdığı nəbatət haqqında yazıb aləmə bildirəcəyini qeyd edir eyni zamanda. Bəxşiş məsələsindən sonra yumşalan Hətəmxan ağa. Deməli, Hətəmxan ağa nə zaman yumşalır? O deyir ki, kraldan hədiyyə, bəxşiş alıb onu geri göndərəcəm. Və Hətəmxan ağa Şahbazı neçə müddətə qayıdacağını soruşur. Müsyo Jordan isə onun gedib gəlməyinin 1 il çəkəcəyini bildirir. Nə qədər? 1 il. Üzünü arvadına tutub Hətəmxan ağa uşağın könlü istəyir deyə, həmçinin Müsyo Jordanın yaxşı adam olduğunu, Şahbaz bəyin onun yanında yaxşı yamanı öyrənəcəyini qeyd edərək qardaşı oğlunun getməyinə razılıq verir. Görünür ki, Hətəmxan ağa ürəyi yumşaq adamdır. Eyni zamanda qonaqpərvər adamdır. Bu 1 il ərzində isə özlərinin toy tədarükü ilə məşğul olduqlarını uyğun görür ki, gələn kimi toy eləsinlər. Yəni deyir, 1 ildir, gedib qayıdacaq, ona kimi də biz toy tədarükü görərik. Şəhrəbanı etiraz edərək, Şahbaz bəyin məclislərdə gəzən üzü açıq qız, burada qısqanclıq göstərir qız, gəlinlərlə kef etməyini, danışıb gülməsini istəmədiyini bildirir. Bununla da ikinci məclis yekunlaşır. İkinci məclis necə yekunlaşdı? Şəhrəbanı etiraz eləyir. Deyir ki, gedib o üzü açıq qızlarla oturacaq, gəlinlərlə kef eləyəcək, danışıb güləcək, yəni bunu da istəmirdi. Bununla da ikinci məclisimiz yekunlaşır. Üçüncü məclis damda vaqe olur. Şəhrəbanı və Şərəfnisə yun darayır, damdadır. Sonradan Xampəri. Xampəri də Şərəfnisənin dayəsidir, yəni ona baxan adamdır. Şəhrəbanı Xampəridən bu işin qarşısını almaq üçün bir əlac tapmasını istəyir. Xampəri Ağcabədi kəndindən və Qızılbaşdan gələn dərviş Məstəli Şahı xəlvətcə çağırıb, onun cadusunun gücündən istifadə etməyi məsləhət bilir. Deməli, bu məsləhəti kim görür Şəhrəbanuya? Şərəfnisənin dayəsi Xampəri. Şahbaz bəy onların yanına gəlir. Şərəfnisəyə əmdostusunun rəftarından şikayətlənir. Şərəfnisə isə Paris qızlarının şəkillərini göstərib deyir ki, sən demədinmi ki, Parisdə necə gözəl qızlar var? Bu qızlar məclislərdə oğlanlarla bir yerdə otururlar. Bu oğlanla qızın bir yerdə oturmağı Leyli və Məcnunda da var. Orada yəni Leyli Məcnun məktəbə gedəndə də orada deyir ki, bir səhv qız otururdu, bir səhv oğlan otururdu. Yəni orada da görünür ki, oğlanlarla qızlar bir yerdə oturur. Yəni burada da deyir ki, qızlar oğlanlarla bir yerdə otururlar. O dövrdə buna yaxşı baxılmırdı bizim ərazilərdə. Şahbaz bəy səbəbin bu olmadığını, taytuşlarının hörmət izzət tapdığını, xoşbəxt olduğunu, özünü isə bu qamışlıqda adsız, sansız olduğunu söyləyir. Bu qamışlıq məsələsi testlərdə düşür. Yəni qamışlıqda adsız, sansız qaldığını söyləyin Şahbaz bəydir. Şərəfnisə isə cavabında nə deyir? Bu gördüyünüz xoşbəxtlər tamam özgə yolu ilə bəxtə yetişiblər deyərək ona Tiflisdə və ya əl çatan, ün yetən başqa bir şəhərdə qulluq etməyə məsləhət bilir. Deməli, Şərəfnisə deyir ki, yəni əgər belə bir fikrin varsa, hardasa qulluq etmək, elə yaxındır da Tiflisə get deyir. Şahbaz bəy onun bu sözlərini təsdiq edir, ancaq deyir ki, adamın gərək vasitəsi olsun. Tiflisdə və digər şəhərlərdə onun tanıdığı adam yoxdur. Ancaq bu firəng yaxşı adamdır. Parisdə ona dil öyrədəndən, krala tanıdandan sonra Şahbaz bəy daha da məşhur olacaq, hər yerdə onun yeri olacaq. Hətəmxan ağanın Şahbazı çağırması ilə 3-cü məclis də yekunlaşır. 4-cü məclis, 4-cü sonuncu məclis. 4-cü məclis Məstəli Şahla Şəhrəbanın dialoqu ilə başlayır. Məstəli Şah bilirik ki, bu bir cadu ilə məşğuldur. Şəhrəbanın mətləbi ona danışır. Toya 20 gün qaldığını, 3-cü dəfədir ki, artıq bunu deyir ki, toya 20 gün qalıb. Şahbaz bəyin firəngli qonağı qoşularaq Parisə getmək istədiyini bildirir. Şəhrəbanı ilk olaraq Hətəmxan ağadan yardım istəmişdi. Lakin istədiyi nəticəni əldə edə bilmədi həyat yoldaşına. Ona görə köməyə Məstəli Şahı çağırır. Yəni deyir ki, Məstəli Şahdan kömək umur bu dəfə. Məstəli Şah isə çətin olduğunu bu işin, onun qarşısına 2 dənə şərt qoyur, 2 şərt.
cadının əsəri ya Parisi, ya da Monsieur Jordanın başına çatlamalıdır. Yəni, Paris dağılmalıdır, ya Monsieur Jordana nəsə olmalıdır. Şəhrəbanı bunu anlamır, Məstəli Şah aydınlıq gətirir. Əgər Şahbaz bəyə əl vursam, onun canına cin salmalıyam ki, bu səfəri xəyalını başından çıxarsın. Amma olar ki, bu işdən qorxsun, ağlına xəta yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki çox uşaqdır, cavandır. Şəhrəbanı buna narazı olduğunu bildirir. Yəni, birinci təklifə Şəhrəbanı narazıdır. Məstəli Şah ikinci təklifini verir ki, divlərə, ifritələrə əmr edeyim ki, Parisi xarab etsinlər, altın üstünə çevirsinlər, Mərrix ulduzuna, bu aldanmış Kəvakibdə də bu ulduzun adı çəkilir, hökm edib Monsieur Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Məstəli Şah 11 il bundan qabaqki əhvalatı burada danışır. Bu əhvalat nədən ibarətdir? Araz qırağına gəlib ki, İrəvana getsin, ancaq Naxçıvan və Şərrur mahallarının xalqı əlində təskirəsi olmadığı üçün ona mane olublar. Onun yalvarışlarına əhəmiyyət verməyən xalqa əsəbləşib, əcinələrə əmr edib, Naxçıvan və Şərrur mahallarının damlarını qaldırıb yerlə yeksan ediblər. Yəni, Məstəli Şah burada gördüyü işdən danışır ki, belə bir iş görmüşəm. Məstəli Şahın bu nitqində adını çəkdiyi yerlər haradır? Araz çayı, Şərrur, Naxçıvan və Murov. Araz çayı, Şərrur, Naxçıvan, Murov. 4 yer adıdır. Bir də təkrarlayın. Araz çayı, Şərrur, Naxçıvan və Murov. Məstəli Şah Monsieur Jordan nə vaxt gedəcəyini soruşur. Şəhrəbanı deyir ki, 10 gün sonra gedir. Məstəli Şah Parisin heykəlini bərpa edib, sonra onun pozacağını divlərə və cinlərə əmr edib, Parisi yıxdıracağını və xəbəri 10 günə qədər Monsieur Jordana çatdıracağını bildirir. Şəhrəbanı biçarə Parisilərin bir günahı olmadığını, min adamın qırılmağına bais olmaq istəmədiklərini söylər. Bu qalmaqalı onların başına çörçöp yığan Monsieur Jordanı açdığını və ona görə də nə lazımdırsa ona etməyini məsləhət bilir. Yəni deyir, bu Paris cəmaatı bizə neyniyib ki, biz Parisi dağıdaq? Bizim məsələmiz Monsieur Jordanladır. Şərəfnisə Monsieur Jordanın yaxşı adam olduğunu əsas gətirərək buna razı olmur. Şərəfnisə burada, qıza Şərəfnisə deyir ki, Monsieur Jordan yaxşı adamdır. Monsieur Jordan yaylaqdan yığdığı güllərdən hər gün dəstələr bağlayıb göndərir. Şərəfnisə özümü öldürərəm, qoymaram Monsieur Jordanın boynu vurulsun deyə. Deməli, Şərəfnisə nə deyir? Özümü öldürərəm, qoymaram Monsieur Jordanın boynu vurulsun. Şəhrəbanı da Monsieur Jordanın yaxşı adam olduğunu təsdiqləyir anası. Onu yalnız Şahbaz bəy Parisə aparmaqda təqsirkar bilir. Yəni, digər məqamlarda deyir, yaxşı adamdır. Səhvi nədədir? Şahbazı Parisə aparır. Son qərarını Məstəli Şaha bildirir, cadu ilə yaman adamların olduğu Parisi yıxdırmaq. Yəni, son qərar nə olur? Bu üç istəkdən cadu ilə Paris dağılsın. Məstəli Şah Xanpəriyə tapşırır ki, çöldən şagirdi Qulaməliyə desin ki, xurcunu götürüb gəlsin. Burada Qulaməli də var, bu da Məstəli Şahın şagirdidir. Qulaməli əlində xurcunla Xanpəri ilə bərabər məclisə daxil olur. Məstəli Şah və Qulaməli farsça danışırlar. Fikir verin, türkcə yox, farsça danışırlar. Şəhrəbanı Məstəli Şahdan nə danışdıqlarını soruşanda o məhzəl oxuduğunu divlərə, ifritələrə xəbər göndərdiyini bildirir. Məstəli Şah palaza cızıq çəkir bir dənə. Deyir ki, bu Paris şəhərinin dairəsidir. Sonra taxta paraları bir-birinə yapışdırıb 10-12 böyüklü, kiçikli hücrə düzəldir. Sanki bunlar Parisin imarətləri, evləridir. Şəhrəbandan buyruq gözlər ki, Parisi yerlə yeksan etsin. Şəhrəbanı Allah səbəbkara bəla versin deyərək burada bir qarğış var. Qurunun oduna yaşların da yanacağının, bunu babalının isə məclislərdə kişilərlə oturan qızların boynuna olacağını söyləyir. Yəni, burada da bir cahillik var göründüyü kimi. Qadının dedikləri çox bəsitdir. Məstəli Şah isə başlamazdan əvvəl pul istəyir. Nə qədər istəyir? 100 bacaqlı, xeyli məbləğdə puldur bu 100 bacaqlı. Şəhrəbanı pulun çox olduğunu bildirəndə isə əslində bu işin 1000 tümənlik iş olduğunu bildirir. Şəhrəbanı Şərəfnisəni pul sandıqçasının dalınca göndərir. Şərəfnisə sandıqçanı gətirir. O 100 bacaqlı sayaraq, yəni o vaxtın pul vahididir bu. Məstəli Şaha verir və Şərəfnisə toy üçün pul qalmadığını soruşur. Şərəfnisə pulu geri qoya bilmək üçün təklifi 1-2 100 toğlu satmaq. Gör nə qədər pul verib. İndi hesablasaq
bir 200 qoyunun pulu gör nə qədər eləyir. Qızılları alan Məstəli Şah xurcundan bir kitab çıxarıb vərəqləyir, başına qovzuyur. Məstəli Şah Parisin bəlalarına düçar olmasının səbəbini Əqrəb, Aldamış Kəvakibdə də yenə həm Mərriq var burada, həm Əqrəb. İkisi də Aldamış Kəvakibdə hər iki ulduzun adı çəkilir. Altında vaqe olması ilə əlaqələndirir. Üz gözünü qəribə hallara salan Məstəli Şah ya Malixə, ya Səlixə, ya Bəlixə deyərək sağa sola üfürür, Parisin maketini qaldırır və yerə vurur. Daha sonra Şəhrabaniyə göz aydınlığı verir ki, Paris dağıldı. Bu məqamda qəfil qapı açılır, Monsieur Jordan istirablı səsi eşidilir, Dərviş Məstəli Şah cəld əşyalarını götürüb yükün qabağında asılan pərdənin dalında gizlənir, qadınlar qorxuya düşürlər. Monsieur Jordan Hətəmxan ağa ilə Şahbaz bəy axtarır. Şəhrabanın nitqindən bilinir ki, onlar bugün İlxiyə baxmağa gediblər. İlxi də birisi at sürüsüdür. Yorulublar, indi isə yatıblar. Monsieur Jordan nə deyir? Heyf sənə Paris, heyf. Tüliyeri heyf sənə gözəl paytaxt, gözəl səltənət, Fransa bədbəxt oldu, Dimaş, Paris. Mön diyor, bunlar fransız dilində sözlər istifadə edir. Bu da nə deyir? Vulgarizmlər. Daha doğrusu üzr istəyirəm, varvarizmlər. Vulgarizm kobud sözlərdir. Əgər dildə başqa alınma sözlər varsa, rus, digər dillər, bu varvarizm adlanır. Şəhrabanı nə baş verdiyini soruşanda Monsieur Jordan şəhərin viran qaldığını söyləyir. Bu necə sehirdir deyir. Bu cümlə Şəhrabanı daha da təşvişə salır. O Monsieur Jordana Parisin sehirdənmi yıxıldığını soruşanda Monsieur Jordan onu əlbəttə sehirdir deyir. Mat qalmalı işdir deyir. Şahbaz bəy və Hətəmxan ağa köynəkcək yürüyürlər. Monsieur Jordan onlardan onu Arazdan keçirmələrini xahiş eləyir. Monsieur Jordan nitqindən də məlum olur ki, Təbrizdə oturan İngilis konsuluna onların divan bəyi kağız getirib, bildirib ki, Paris dağılır, Tülyerin yıxıldığı, kralın Louis Philippe avara düşdüyü, İngilisə qaçdığı qeyd olunur. Konsul bildirib ki, Londona vacib kağızlar ilə bu saat çapar gedir, Arazın kənarında Monsieur Jordan'ı gözləyir. 12 saatacan orada olmalıdır. Hətəmxan ağa Parisi kimin dağıtdığını soruşanda Monsieur Jordan nə deyir? Şəyatinlər, əcinələr, divlər, ifritələr və bədəməllər cavabını verir. Şəhrabanı ondan Şahbazı da aparacağını soruşur. Monsieur Jordan isə aparmayacağını, heç öz başına qoymağa yer tapmadığını bildirir. Əvvəl Hətəmxan ağa və Şahbaz bəy, ardınca Monsieur Jordan, daha sonra isə Məstəli Şah Çində xurcun gözdən itir, pərdə salınır. Dramatik əsər olduğuna görə bilir ki, burada pərdə var. Tamaşa tamam olur. Doğrudan da çox maraqlı bir əsərdir və burada hadisələr üst-üstə düşür. Yəni Parisin dağılmağı ilə bu sehir üst-üstə düşür və doğrudan da maraqlı, həqiqətən çox maraqlı yanaşması var yazıçının. Əsərin təhlili, əsər komediyadır, dramatik növdədir. Hadisələr dramatik növdə olduğuna görə əyani göstərmək üsula çatdırılıb 4 məclisdən ibarətdir. 4 məclis, anamın kitabı da 4 məclisdən ibarətdir. Yəni, oxşar cəhət kimi götürə bilərik. Komediyanın oxucuları intizarda saxlayan dramatik sujeti və yığcam kompozisiyası vardır, bəli. Dili canlıdır, koloritlidir. Komediya yazıldıqdan az sonra dramaturgun özü tərəfindən rus dilinə tərcümə olunmuş və hissə Kafqaz qəzetində çap olunmuşdur. Yəni, özü rus dilinə tərcümə edilib. Xalq yazıcı Elçin əsərin motivləri əsasında senari yazıb, Dərviş Parisi patladır. Filmi də çəkilib. Əsərin müəllifi maarifçilik ideyalarını özündə əks etdirir. Komediyanın ideyası nədir? Avamlıq və cadugarlığın tənqididir. Ədib nadanlıq, fanatizm, ətalət və gerli əleyhinə mübarizəni bu komediyasında ön plana çıxarır. Tərəqqini yeni həyat tərzində, dünyəvi elmlərdə, həmvətənlərinin, xüsusən gənclərin Avropa mədəniyyətinin nailiyyətlərinə yiyələnməsində görür. Əsərin adında komediyanın əks qütblərinin məramı, hansı qüvvələri təmsil etməyi öz əksini tapmışdır. Əks mövqelərdə kim dayanır? Məstəli Şah, Monsieur Jordan. Əsər boyu heç yüz-üzə gəlmirlər, testlərdə düşür ki, bunların qarşılaşması yoxdur. Bir-birinin ünvanına heç nə demirlər, lakin konflikt məhz bu iki qüvvə onların təmsil etdiyi köhnəliklə yenilik arasında baş verir. Müəllif yenilik, elm, maarif, inkişaf idealının təmsilçisidir Monsieur Jordan.
O təsvir edilən əsas hadisələrin mərkəzində dayanır Monsieur Jordan. Əsərdə Məstəli Şaha qarşı dayanan Monsieur Jordan dramaturgiyamızda ilk qərbli Avropalı obrazdır. Nəbatət alimi olan fransız qonaq Qarabağda bu yerlərin bitki aləmini araşdırmaq üçün gəlmişdi. Qarabağda bitən otların müalicəvi əhəmiyyətini aşkar edən Monsieur Jordan müəyyənləşdirir ki, Alp dağlarında, deməli hansı coğrafi yerlərdir? Alp dağları, Amerika, Afrika yetişdiyi güman edilən dərman bitkilərinin çoxu Qarabağda mövcuddur. Deməli, Alp dağlarında, Amerika və Afrikada yetişdiyi güman edilən dərman bitkilərinin çoxu hardadır? Qarabağda. Monsieur Jordan Hətəmxan ağanın ailəsinə hörmətlə yanaşır, Şahbaz bəylə dostluq edir, onu qərb mədəniyyətini öyrənməyə həvəsləndirir, hətta özü ilə Parisə aparıb, fransız dilini də öyrətmək istəyir. Monsieur Jordan çox vətənpərvərdir. Şahbaz bəyə fransız dilini və fransız mədəniyyətini öyrətmək istəməsi, eyni zamanda inqilab xəbərini eşidəndə özünü təcili krala vətənə yetirmək istəyi də bunu təsdiq edir. Dərviş Məstəli Şah əsərin satirik gülüş hədəfidir. Yəni öldürücü. Məstəli Şahın timsalında müəllif cəmaatın avamlıqdan istifadə edərək onları aldadıb pullarını alan tüfeylilərin ümumiləşmiş obrazını yaratmışdır. O hiləgər, fırıldaqçı bir dərvişdir. Məstəli Şahın həqiqi siması öz köməkçisi Qulaməli ilə söhbətində açılır. O deyir ki, 10 gün cadının əsər etməsi üçün vaxt var, 10 günə qədər də deyir, bu sir açılana qədər özümü Arazın o tayına sala bilərəm, mən orada kim tapacaq deyir. Məndən sonra da nə olacaqsa olsun. Başqa bir replikada isə Məstəli Şah qadınların avamlığına istehza edərək, düşünüb daşınmadan inanırlar ki, mən Qarabağda oturub Pariji bir anda alt-üst edəcəyim və ya Mərrixim Arazın o biri tərəfində Monsieur Jordanın boynunu vura bilər. Beləliklə, dramatik Məstəli Şahın mahiyyətini öz dili ilə ifşa edir və bu yolla o vaxt Azərbaycanda geniş yayılmış fırıldaqçı, hiyləgər dərvişləri ifşa edir. Şahbaz bəy surəti də həyatda yeniliyə can atan, böyük gələcəyi olan maarifçi gəncləri təmsil edir. O ağıllı gəncdir, Hətəmxan ağanın qardaşı oğludur. Hətəmxan ağa həmişə onun təhsilinin qayğısına qalmışdır. Lakin aldığı təhsil ona ad-san qazanmaq üçün kifayət etmədiyinə görə Monsieur Jordanla Parisə gedib fransız dilini öyrənmək, qərb mədəniyyəti ilə yaxından tanış olmaq istəyir. Şahbaz bəyin Parisə getmək istəyi iki səbəblə bağlıdır. Birincisi nədir? Birincisi odur ki, o qamışlıq adlandırdığı bu geri qalmış mühitdən uzaqlaşmaq istəyir. İkinci isə ad-san qazanmaq istəyir və canişinlikdə işə düzəlmək istəyir Tiflisdə. Əlbəttə, Şahbaz bəy qərb mədəniyyəti ilə tanış olmaqla əsas məqsədi yeni dünya görüşü ilə seçilməkdir. Yüksəlmək, yeni vəzifə tutmaq, ad-san qazanmaq digər gənclər kimi Şahbazın da arzusudur. Həm də bu təbii arzudur. Parisdə baş verən inqilab onun arzusunu ürəyində qoyur. Arzusu həyata keçməsə də Şahbaz bəy yenə də köhnəliyə qarşı çıxan, cəmiyyətdə layiqli yer tutmaq istəyən, yeni gəncliyin nümayəndəsi kimi oxucunun rəğbətini qazanır. Şahbaz bəy Azərbaycan dramaturgiya tarixində avamlar mühitinə qarşı çıxan və qabaqcıl dünya mədəniyyəti ilə maraqlanan gəncləri təmsil edən ilk surətdir. Hətəmxan ağa bir sıra müsbət keyfiyyətlərlə seçilən varlı mülkədar surətidir. Hadisələrin cərəyan etdiyi təklə muğamlı obasının bu mülkədarıdır. Müəyyən məhdud xüsusiyyətlərinə baxmayaraq, Hətəmxan ağa burada müsbət surətdir. Dramaturg onun simasında 19-cu əsrin 40-cı illərindəki inkişafa müasirliyə meyilli mülkədarların səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Hətəmxan ağa ağıllı və fərasətlidir. Öz təsərrüfatını bacarıqla idarə edir. Yaxşı ailə başçısıdır, qonaqpərvərdir, müasirliyə, təhsilə meyillidir. Qardaşı oğlu Şahbaza ərəb, fars, rus dillərində savad vermişdir. Buna baxmayaraq, köhnə dədə-baba qaydaları ilə yaşayır. Onun dünyəvi elmlər barədə məlumatı azdır. Hətəmxan ağanın düşüncəsinə görə fransız xalqının həyat tərzini, mədəniyyətini öyrənmək üçün burada yaşamaq vacib deyil. Monsieur Jordan'ı dinləmək kifayətdir. Hətəmxan ağa əvvəlcə Şahbaz bəyin Parisə getmək arzusuna qarşı çıxsa da, sonradan yenilik hissi ilə yaşayan gəncə mane ola bilməyəcəyini başa düşür və razılıq verir. Qadın surətlər Şəhrabanıdır, qızı Şərəfnisədir. Daya xan Pəridir, bir də balaca qızları Gülçöhrədir. Heç bir rol oynamır Gülçöhrə. Bu qadınlar da Gülçöhrə istisna olmaqla gülüş hədəfi olmalarına baxmayaraq, müəllif onlara rəğbət bəsləyir. Daxili saflıqlarını təqdir edir ki, yəni bunlar safdırlar, inanırlar.
Təmiz ürəkli, sadəlövh bir qız olan Şərəfini isə dərin məhəbbətlə sevdiyinə görə Şahbazi bəy qısqanır. Şahbaz bəy bərk qısqanır. O nişanlısının qızlarla oğlanların bir məclisdə oturduğu, rəqs etdiyi Parisə getmək istədiyini bildikdə istirab çəkib ağlayır. Şərəfini isə Şahbaz bəyin əsl istək və arzularını görə bilmir. Elə başa düşür ki, o firəng qızların havasına yellənib uçduğunu düşünür. Şəhrəbanı xanım sadə, açıq-ürəkli və avam bir qadındır. O da daxilən saf və təmizdir. Qızının istirablarına dözmür və buna görə də Şahbaz bəyin Qarabağdan çıxması ilə razılaşa bilmir. Ancaq qızı kimi göz yaşı tökmür, o daha tədbirli davranır. İlk olaraq Hətəmxan ağadan tədbir tökməsini istəyir. Ərinin qətiyyətsizliyini gördükdə isə başqa bir yol tapır. Komediyanın qadınların gülüş doğuran xüsusiyyətləri Şahbaz bəy səfərdən saxlamaq niyyətində reallaşır. Onlar Məstəli Şahın yalan cadularına aldanaraq Parisin dağılacağına inanırlar. Sanki birdən-birə bu ümid də reallaşır, üst-üstə düşür. Hadisələr Şahbaz bəy Paris dağıldığına, inqilab baş verdiyinə görə gedə bilmir. Beləliklə, qadınların öz qələbələrinin arxasındakı məğlubiyyətlərini görə bilməmələri, aldandıqlarını dərk etmələri pyesin gülüş doğuran mahiyyətini təşkil edir. Bu qədər, inanıram ki, sizin üçün faydalı oldu. Kanala abunə olmağı və